Salam, hər vaxtınız xeyir olsun. Real intervyu efirdədir. Zəkaların mübarizəsi olimpiyadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib. Elə biz də bu bilik yarışı ilə bağlı daha ətraflı studiyamızda müzakirə aparacağıq. Qonağım Təhsil İnstitutunun direktor müavini, eyni zamanda layihə koordinatoru Fuad Qarayevdir. Fuad müəllim, xoş gördük sizi. Bu zəkaların mübarizəsi olimpiyadası hazırda davam edir və gedişatda nələr gözlənilir? Təşəkkür edirəm. Mən də bütün dinləyicilərimizi və izləyicilərimizi salamlayıram. Sizin də vurğuladığınız kimi Heydərli Fondu və Elm və Təhsil Nazirinin birgə əməkdaşlığı ilə Zəkaların Mübarizəsi Olimpiyadası hal-hazırda davam edir. Deməli, Zəkaların Mübarizəsi Olimpiyadası komanda formatında həyata keçirilən olimpiyadadır və Azərbaycanın bütün bölgələrindən şagirdlərin iştirak elədiyi və fərqli formatda keçirilən bir olimpiyada növüdür. İlkin mərhələdə Azərbaycanın bütün regionlarından, rayon və şəhərlərindən iki müxtəlif komanda formalaşaraq öz arasında regional mərhələ keçirildi və regional mərhələnin nəticələrinə əsasən biz bunun ikinci mərhələsi olan və final mərhələsi olan Respublika mərhələsini keçirəcəyik. Zəkaların Mübarizəsi Olimpiyadası iki hissədən ibarətdir. Bir şahmat turniri və eyni zamanda elm yarışı. Hər iki istiqamət üçün hər bir rayondan, şəhərdən bir dənə komanda formalaşdırılmış və o komandalar arasında yarış həyata keçirilmişdir. Şahmat turnirində hər bir rayon və şəhərdən komandada 5 şagird olmuşdur. Onlardan ikisinin mütləq qız olmaq şərti ilə. Elm yarışı hissəsində isə 6 şagird, bir komanda 6 şagirddən ibarət olaraq mübarizə aparılmışdır. Zəkaların Mübarizəsi Olimpiyadasında istiqamət, riyaziyyat və məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər və eyni zamanda mədəniyyət və incəsənət istiqaməti üzrə olmuşdur. Elə Zəkaların Mübarizəsi Olimpiyadasının bizim digər olimpiyadalardan ən böyük fərqi ondan ibarətdir ki, digər olimpiyadalarda şagirdlər bir istiqamət üzrə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Burada biz şagirdlərimizin, zəkalı gənclərimizin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bir platformu formalaşdırmışıq. Sizin də vurguladığınız kimi artıq regional mərhələ yekunlaşıb və regional mərhələnin nəticələrinə əsasən hal-hazırda həm şahmat turniri üzrə, həm də elm yarışı üzrə 18 komanda finalda iştirak etmək hüquq qazanacaq. Bunlardan 5-i Bakı şəhərindən, biri Naxçıvan Muxtar Respublikasından və digərləri isə bizim digər regionlarımızdan olan komandalardır. Və düşünürük ki, may ayında inşallah Ulu Öndərimizin doğum günü anımı münasibəti ilə bu Zəkaların Mübarizəsi Olimpiyadasının final mərhələsini keçirməyə planlaşdırırıq. Və siz qeyd edədiniz ki, bu regional bir layihədir, olimpiyadadır və ümumiyyətlə bu olimpiyadaya regionların marağı necədir və əsasən hansı regionlar daha çox bu olimpiyadaya maraq göstərir? Səmimi söyləsəm, bu olimpiyadanı biz fərqli formatda keçirməklə onu gördük ki, həm şagirdlərimizin, həm müəllimlərimizin, həm ümumiyyətlə təhsil ictimaiyyətinin bu olimpiyadaya marağı kifayət qədər böyükdür. Azərbaycanın bütün və rayon şəhərlərində bu olimpiyada tətbiq edilib. Biz ona çalışmışıq ki, elə bir rayonumuz, şəhərimiz, elə bir regionumuz olmasın ki, orada bu olimpiyadaya qoşulmayan şagirdlərimiz olmasın və yaxud komandalar olmasın. Olimpiyada komanda formatında keçirildiyi üçün şagirdlər arasında effektiv ünsiyyət, ondan sonra strateji qərar vermə, liderlik, komanda formatında işləmə qabiliyyəti kimi digər, belə deyək, xüsusi bacarıqlar da tələb edən bir olimpiyadadır. Onların bilik və bacarıqlarla yanaşı. Və ona görə də hal-hazırda, bilirsiniz, Elm və Təhsil Nazirliyinin nəzdində ayrı regionallarda regional təhsil idarələri var. Və o regional təhsil idarələrinin nəzdində olan rayonlar arasında birinci regional mərhələ keçirilir. Məsələn, tutaq ki, Dağlıq Şirvan regional idarəsində Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının komandaları öz aralarında yarış keçirirlər və oradan qalib olan komanda artıq gəlib finalda iştirak edəcək. Məsələn, həmin region üzrə mən, əgər səhv etmirəmsə, şahmat turniri üzrə Ağsu komandası finalda iştirak edəcək, elm yarışı üzrə isə İsmayıllı komandası gəlib iştirak edəcək. Belə-belə bütün müxtəlif istiqamətlər üzrə bizim, demək olar ki, Azərbaycanın bütün bölgələrindən komandalar burada iştirak edəcəklər. Bu tip layihələrin, bu tip olimpiyadaların bir digər ən böyük xüsusiyyətlərindən də birisi bundan ibarətdir ki, bizim müxtəlif bölgələrdən olan şagirdlərimiz arasında bir ünsiyyət formalaşacaq, onlar bir-biri ilə dostluq əlaqələri quracaqlar, şagirdlər bir-birinin regionlarını və regiondan olan şagirdlərlə tanışlıq quracaqlar və bu şəkildə əlavə olaraq bir sosial fəaliyyət və sosial
belə deyək də təminat da təmin etmiş olunacaq. 9, 10, 11-ci sinifləri əhatə eləyir bu olimpiyada. Ümumiyyətlə, şagirdlərin seçimi necə aparılır? Yəni, nə vaxtdan bilinir ki, məsələn, bu şagird riyaziyyat üzrə olimpiyadada iştirak edə bilər və yaxud da digər bir sahə üzrə və yaxud da fizika üzrə olimpiyadada iştirak edə bilər. Bunu necə müəyyənləşdirirsiniz? Burada məktəblərin rolu nə dərəcədə var? Deməli, biz hər bir rayon şəhərin komandasının formalaşdırılmasını müvafiq olaraq həmin rayon şəhərin təhsili idarə etmə qurumuna bu tapşırıq verilmişdi. Yerlərdə məktəblər arasında müxtəlif yarışlar keçirilərək, müsabiqələr keçirilərək, bayaq sadaladığım istiqamətlər üzrə ən yaxşı şagirdlər müəyyən edilməyə çalışılmış və o şagirdlərdən ibarət olan komanda formalaşdırılmışdır. Aydın məsələdir ki, bizim yerlərdə komandaları formalaşdırarkən diqqət edilən məsələ bu idi ki, komandada həm riyaziyyat istiqaməti üzrə kifayət qədər yaxşı şagird olmalı, rəqəmsal texnologiyalar istiqaməti üzrə yaxşı olan şagird olmalı, mədəniyyət və incəsənət tərəfini çox yaxşı bilən şagirdimiz olmalı ki, o suallara birlikdə müzakirə edərək, komanda formatında cavab verərək onlar öz komandasının nəticələrini daha da yaxşılaşdıra bilsinlər. Sizin də vurguladığınız kimi layihə sadəcə 9, 10 və 11 sinif şagirdlərini əhatə edir. Biz düşündük ki, aydın məsələdir ki, bütün məsələlər Heydər Əliyev Fondu ilə bərabər müzakirə edilərək qərarlaşdırılmışdır. Necə keçirilsin, hansı siniflər iştirak edilsin, o Heydər Əliyev Fondunun da bizə bu istiqamətdə tövsiyələri belə deyək, kifayət qədər yerində və çox olmuşdur. Düşündürüldü ki, 9, 10, 11-ci şagirdləri, yuxarı sinif şagirdləri, onların həm belə deyək, informasiya baxımından onlar daha hazırlıqlı olduqları üçün bu olimpiyadanın onlar arasında keçirilməsi daha maraqlı və daha effektiv olacaqdır. Və zəkaların mübarizəsi olimpiyadasını fərqləndirən xüsusiyyətlər də var güman ki. Bəs bunun digər olimpiyadalardan üstün tərəfləri nədir? Ən böyük üstün tərəf odur ki, bilirsiniz, bugün Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar edilməsi ilə bağlı bir çox layihələr həyata keçirilir. Bunların arasında Lütfüzadənin Riyaziyyat Məntiq Olimpiyadasını, məktəblər arasında fən müsabiqələrini, eyni zamanda bizim ən böyük layihələrimizdən birisi olan Respublika Fən Olimpiyadalarını dilə gətirmək olar. Bu olimpiyadalarda hər bir şagird bir istiqamət üzrə gəlib öz və bilik bacarığını yoxlayır. Məsələn, və bu olimpiyadalarda fərdi yarışır və fərdi nəticəsi nümayiş etdirmiş olur. Zəkaların mübarizəsi olimpiyadasının onlardan fərqləndirən ən böyük cəhət budur ki, burada istiqamətlər çoxdur. Bayaq sadaladığım 5-6 istiqamət var. Və eyni zamanda şagirdlər komanda halında yarışaraq, müzakirə edərək, sualların cavablarının düzgün həll yolunu axtarmağa çalışaraq bir-birlə yarışırlar. Bu şagirdlərimizin arasında bayaq söylədiyim kimi komanda ruhunun formalaşmasına, biri-biri ilə müzakirə etmə qabiliyyətlərinin artırılmasına, strateji qərar vermə, liderlik xüsusiyyətləri, eyni zamanda aralarında sağlam rəqabət mühiti formalaşına səbəb olur və bu olimpiyadanın digər olimpiyadalardan ən böyük cəhətlərindən birisi budur. Bir də bu olimpiyadanın ən böyük xüsusiyyətlərindən birisi odur ki, komanda müvafiq rayonu və yaxud şəhəri təmsil etdiyi üçün bugün məsələn finala çıxan hər hansı bir məsələn Qazax komandasını demək olar ki, bütün Qazax məktəbliləri və müəllimləri artıq finalda belə deyək də ona qalib olması üçün bir arzu, bir istək formalaşacaq və burada Bakıda Heydər Əliyev mərkəzində final mərhələsinin keçirilməsinə baxmayaraq həmin gün hər bir rayonda, şəhərdə müəllimlərin və şagirdlərin ürəyi demək olar ki, burada olan öz komandalarına döyünəcək. Neçə ildir bu olimpiyada keçirilir təxminən? Bu olimpiyada ilk dəfədir keçirilir və biz ilk dəfədir bu formatda bu olimpiyada keçirilir və biz düşünürük ki və ümid edirik ki, bu olimpiyada uğurlu olacaq və uğurlu olduqdan sonra artıq həm Heydər Əliyev Fondunun rəhbərliyi, həm Elm və Təhsil Nazirliyinin rəhbərliyinin verəcəkləri qərar əsasında əgər uyğun görülərsə, bu olimpiyada artıq mütəmadi olaraq məktəblər arasında keçirilməsi davam etdiriləcək. Və burada mən nəzər saldım, deməli, olimpiyadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət, incəsənət sahələri üzrə, yəni onlar sualları cavablandırıblar. Baxın, bu sadaladıqlarımız sahələr arasında ən üstünü hansıdır? Yəni, hansı sahəyə daha çox bizim şagirdlərimiz orada cəmləşiblər? Səmimi söyləsəm, olan arasında hansı üstündür, hansı üstün deyil müəyyənləşdirmək mümkün deyil. Çünki biz müsabiqənin regional mərhələsini keçiriləndə bunun şahidi olduq ki,
həqiqətən bizim gənclərimiz müxtəlif sahələr üzrə kifayət qədər bacarıqlı və qabiliyyətli gənclərimiz var. Biz burada müvafiq olaraq bu olimpiyadanın keçirilməsi üçün Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə münsiflər heyəti formalaşmış. Bu münsiflər heyəti bizim ayrı-ayrı ali məktəblərimizdə, akademiyanın ayrı-ayrı institutlarında çalışan çox dəyərli professor alim heyətimizdir. Onlar o qədər maraqlı və analiz qabiliyyəti tələb edən, düşüncə qabiliyyəti tələb edən, belə deyək, məntiqi təfəkkür yürütməsi tələb edən o qədər gözəl tapşırıqlar hazırlamışlardı ki, həm tapşırıqlar şagirdlərin çox xoşuna gəlmiş, həm də onların cavablandırılması, belə deyək, məhsuldar həyata keçirilmişdir. Aşağı-yuxarı ilk regional mərhələdə iştirak edən komandalar və finala çıxan komandalar finalda düşə biləcək sualları, sual metodlarını və yaxud istiqamətləri artıq müəyyənləşdirə bilirlər. Mən düşünürəm ki, final mərhələsinə qədər onlar biraz daha hazırlaşaraq bu final mərhələyə daha hazırlıqlı gəlmiş olacaqlar. Maraqlıdır, suallar necə hazırlanır? Çünki bəzi olimpiyadalar olur ki, orada suallar çox ağır olur. Bundan şagirdlər hətta şikayət edirlər ki, tutaq ki, bizim yaş kateqoriyamıza uyğun suallar deyil. Mən aşağı sinifdə oxuyuram, bir qədər daha yüksək şagirdlərin yaş kateqoriyasına uyğun və yaxud da dərs ləvazimatlarına uyğun suallar tərtib olunur. Maraqlıdır ki, bu 9, 10, 11-ci siniflərin olimpiyadasında hansı suallara və əsasən həcmi və ağırlıq dərəcəsi necə müəyyənləşir? Tapşırıqlar demək olar ki, məktəb proqramından kənara çıxılmamasına çalışılıb. Ancaq aydın məsələdir ki, məsələn, burada mədəniyyət və incəsənət istiqaməti var. Biz burada gənclərimizin, şagirdlərimizin eyni zamanda humanitar elmlər istiqaməti var. Gənclərimizin Azərbaycanın tarixini, Azərbaycanın ədəbiyyatını, Azərbaycanın mədəniyyətini, incəsənətini, görkəmli xadimlərini bilmələrini də istəyirik. Ancaq aydın məsələdir ki, burada suallar daha çox əzbər tələb edən suallar deyil. Oradan hər hansı bir nəticə çıxardaraq cavablandırmaq, təfəkkürə açıq olan suallardır. Beynəlxalq olimpiyadalarda və yaxud digər elm olimpiyadalarında olduğu kimi sualların ağırlıq dərəcəsi o dərəcədə ağır deyil. Amma orta məktəblərdə keçirilən, həyata tətbiq edilən müxtəlif böyük summativ qiymətləndirmələr və yaxud hansısa bir ali məktəblərə qəbul imtahanı verilən suallar qədər də asan deyil. Buradakı suallar o iki istiqamətin tam ortasında olan suallardır və mən düşünürəm ki, düşüncə, ondan sonra analiz tələb edən və oturub müəyyən hesablamalar aparıb, müzakirə tələb edən suallar olduğu üçün sualların keyfiyyəti düşünürəm ki, kifayət qədər yaxşı olmuşdur. Aydın məsələdir ki, indi bizi böyük ehtimal finala çıxan şagirdlər izləyəcəklər. Biz olimpiyadanın final mərhələsində sualların çətinlik dərəcələrini regional mərhələdən daha ağır etməyi düşünürük ki, burada artıq ölkənin ən yaxşılarını, ən yaxşı komandaları müəyyənləşdirəcək. Ona görə düşünürəm ki, orada mübarizə daha qızğın və daha belə maraqlı olacaq. Bəs bu olimpiyadaların nəticələri şagirdlərin gələcək həyatında nə kimi rol oynayacaq? Bəzən olur, səhv eləmirəmsə, elə olimpiyadalar var ki, onu qızıl medalla bitirirlər, yəni yüksək nəticə əldə edirlər. Hətta onlar, səhv etmirəmsə, universitetə belə artıq imtahansız keçirlər. Yəni, burada bu məsələlər necə tənzimlənəcək? Bu olimpiyada ilk dəfə keçirildiyi üçün qaliblərlə bağlı sonra nələr olacaq, bu haqda hələlik hər hansı bir müzakirə aparılmayıb. Ancaq aydın məsələdir ki, biz qalibləri müəyyən edəcəyik, komanda şəklində onlara kuboklar təqdim edəcəyik, onlar müvafiq medallar, diplomlar, sertifikatlarla, qiymətli hədiyyələrlə təmin ediləcəklər. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, inanınız, burada iştirak edən şagirdlərin əksəriyyəti elmə və bu tip müsabiqələrə olduqca maraqlı olduqları üçün onların daxili motivasiyası xarici motivasiyasından daha üstündür. Onlar bu tip platformalarda, bu tip proseslərin içində olmaq onlar üçün daha vacibdir. Nəinki oradan əldə edəcəkləri hər hansı bir imtiyazlar. Ancaq aydın məsələdir ki, Heydər Fondu ilə bərabər, Elm və Təhsil Nazirliyi ilə bərabər, Cənab Nazir müvafiq əmri ilə həyata keçirilən bu olimpiyadanın nəticəsində ola bilsin ki, şagirdlərə bu və ya digər şəkildə imtiyazlar edilsin. Bu ali məktəblərə qəbul məsələsi deyil, aydın məsələdir. Amma istənilən halda hal-hazırda bunu danışmaq elə tezdir. Təbii. Amma sizin də söylədiyiniz kimi, Nazirlər Kabineti müvafiq qərarına əsasən Respublika Fənn Olimpiyadasına qalib olan şagirdlərimiz ali məktəblərə müsabiqədən kənar qəbul ola bilirlər. Bu da Azərbaycanda dövlət başçısının, Azərbaycan dövlətinin istedadlı gənclərə, təhsilə verdiyi diqqət və qayğının nümunəsidir.
mən səmimi olaraq sizə söyleyeyim ki, heç də bütün ölkələrdə bu tip imtiyazlar verilmir, amma bu Azərbaycan dövlətinin təhsilə və xüsusən də xüsusi istedadlı uşaqlara göstərdiyi xüsusi diqqətin nümunəsi kimi göstərmək olar. Fuad müəllim, son olaraq soruşmaq istəyirəm. Ümumiyyətlə, olimpiyadaya hazırlaşan şagirdlər ali məktəblərə hazırlaşma mərhələsində, yəni bu onlar üçün bir maneə falan yaratmır ki, çünki burada da daha yüksək nəticə əldə eləmək, yəni hədəf odur. Bəli. Elə ali məktəbə hazırlaşmaq, orada da yüksək nəticə əldə eləmək yenə də hədəf budur. Yəni bir-birinə maneə olmaq məsələsi varmı? Mən düşünmürəm ki, bu layihə şagirdlərimizə maneə olsun. Hətta tam əksinə onlara müəyyən bir stimul da qata bilər, onların müəyyən nailiyyətlərini daha da yaxşılaşdıra bilər. Bilirsiniz, bizim istedadlı gənclərimiz, sonra fənləri dərindən öyrənməsinə marağı olan gənclərimiz, zəhmətkeş gənclərimiz, hansı ki, təlimə, tədrisə, təhsilə, oxumağa, mütaliəyə kifayət qədər əhəmiyyət verən gənclərimiz, onlar bu sahədən digər sahəyə keçərkən bir növ istirahət edirlər. Məsələn, Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlaşırlar ali məktəblərə qəbul üçün. Bu tip platformalarda iştirak edərkən bir balaca o sahədən bu tərəfə keçərək istirahət etmiş kimi də deyə bilərik. Necə ki, elə insanlar var ki, eyni zamanda 3-4 fərqli kitab oxuyurlar və onların ifadəsi bu olur ki, mən ikinci bir kitabı götürüb oxuyanda birinci kitabdan istirahət etmiş kimi oluram. Ona görə bunun mənfi təsiri yox, əksinə müsbət təsir olduğuna inanırıq. Mən əlavə bir şey də demək istəyirəm ki, bugün Heydər Əliyev Fondu tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət və qayğı göz qabağındadır. Belə ki, Azərbaycanın bir çox bölgələrində yeni məktəb binalarının tikilməsi, məktəblərin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu və çox böyük, belə deyək, əməyi var. Bilirsiniz, keyfiyyətli təhsil harda mümkündür? Şəraiti və imkanları yaxşı olan yerlərdə ki, Heydər Əliyev Fondu bunun ən yaxşısını və ən gözəlini edir. Eyni zamanda işin keyfiyyətinə gəldikdə, bilirsiniz, Heydər Əliyev Fondu ilə bərabər hal-hazırda Azərbaycan üçün, ümumiyyətlə dünya təhsili üçün kifayət qədər vacib olan və əhəmiyyətli olan STEM layihəsi həyata keçirilir ki, bu STEM layihədə şagirdlər öz ideyalarını irəli sürürlər və sonradan bu ideyalarını reallaşdırmaq üçün müəyyən təşəbbüslər göstərirlər. Eyni zamanda bu tip layihələrlə bu bir də onu göstərir ki, Heydər Əliyev Fondunun Azərbaycan təhsilinə, Azərbaycan məktəblisinə, Azərbaycan müəlliminə, xüsusən də xüsusi istedada malik olan istedadlı uşaqlara diqqət və qayğısı olduqca böyükdür. Mən ona görə bu tip platformalarda iştirak edən şagirdlərimiz adından, onların müəllimlər adından Heydər Əliyev Fondunun rəhbərliyinə, onların bütün əməkdaşlarına dərin təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirəm sizə, Fuad müəllim. Təbii ki, bu zəkaların mübarizəsi olimpiyadasının gedişatı barədə də tamaşaçılara daha detallı məlumatlar verdi. Hər halda bizim də olimpiyada ilə bağlı təfəkkürümüz bir qədər də genişləndi. Təşəkkür edirəm sizə, çox sağ olun. Belə bir daha xatırladım ki, real intervyuda qonağım Təhsil İnstitutunun direktor müavini, eləcə də layihə koordinatoru Fuad Qarayev idi.